Və burada baxın, tələbələr də trafaletlə üzərində işləməyi öyrənirlər. Trafaletlə üzərində sadəcə qoyub çəkməklə hazırlanan bir detal deyil. Trafoleti üzərinə düzgün yerləşdirmək lazımdır ki, trafolet axmasın altından, boya altının alt nahiyəsindən axmasın. Bunun düzgün gediş qaydası çox önəmlidir. Bunu öyrənmək lazımdır. Və burada da baxın, gördüyünüz kimi bu hazırladığımız biser parçadır. Bu trafoletin biser parça ilə işləmişik. Bugünkü texnikalar dərsindən olan əl işləri.